Buyurun. Təşəkkür edirəm. Mən də hörmətli Əhməd Oğbalını və hörmətli Fəxrəddin Hacıbəylini salamlayıram. Dəvət üçün təşəkkür edirəm. Sizləri və tamaşaçılarımızı, tamaşaçıların da simasında bütün xalqımızı müqəddəs bayramların münasibətindən təbrik edirəm. Sualınıza gəldikdə İranın qonşu ölkələrə atəş açmasının, raket və dron zərbələrinə məruz qoymasının bir neçə hədəfi var. Hədəflərdən birini siz işarə elədiniz, bir hədə-qorxu gəlmək, qonşulara göstərmək ki, sizi vura bilərəm. Və burada dediyim kimi bir neçə məqsəd var. Bir tərəfdən İranın hakimiyyətinin bir konsepsiyası var idi. 12 günlük müharibədən sonra da o bəyan edilmişdi ki, əgər İrana qarşı müharibə olacaqsa, bu müharibə İranın sərhədləri ilə məhdudlaşmayacaq, bütün bölgə qana bulanacaq. Və İran onu nümayiş etdirmək istəyir ki, müharibə təkcə İran ərazisində getmir, bütün yaxın şərqə əhatə edir. Məqsədlərdən biri budur, müharibənin hüdudlarını genişləndirmək. İkinci məqsəd ondan ibarətdir ki, qonşu dövlətləri vurmaqla bir növ onları narahat etmək, vəziyyətdən onları qorxutmaq və ona nail olmaq ki, onlar özləri Amerika Birləşmiş Ştatlarına və İsrailə müraciət edərək İrana hücumları dayandırmağa çağırsınlar. Məqsədlərdən biri budur. Başqa məqsədlər də var. Məqsədlərdən biri neft sənayesinə, neft istehsalına və satışına, dünyada yayılmasına, problemlər yaratmaqla yenə də qarşıdurmanın miqyasını genişləndirmək və dünya iqtisadiyyatına təsir göstərməklə Amerika Birləşmiş Ştatlarını və İsraili bu hücumlardan çəkindirməkdir. Eyni zamanda mütəxəssislər hesab edirlər ki, bu atəş açmaların İran tərəfindən müxtəlif ölkələrə, müxtəlif mərkəzlərə atəş açmağın başqa bəzi hədəfləri var. Xüsusən də Türkiyə və Azərbaycana atəş açmaqda məqsədlərdən biri Türkiyə və Azərbaycanın hansı şəkildə cavab verəcəyini müəyyənləşdirməkdir. Xüsusən Türkiyə ilə bağlı İran və onun müttəfiqləri Rusiya və Çin bilmək istəyirlər ki, tutaq ki, Türkiyə bir NATO ölkəsidir, bir NATO ölkəsinə atəş olacaqsa, NATO buna nə cür reaksiya verəcək, nə dərəcədə dəstək verəcək? O məşhur 5-ci maddə qüvvəyə minəcəkmi, yoxsa elə söz olaraq kağız üzərində qalacaq? Yəni, İranın bu atəş açmaqlardan müxtəlif hədəfləri var, gördüyünüz kimi. Təbii ki, bütövlükdə İran zəif olmadığını nümayiş etdirmək istəyir. Burada da həqiqət onun ibarətdir ki, İranın bu zərbələri bir tərəfdən sübut etdi ki, Amerika və İsrail İrandan nə qədər güclü olsalar da hərbi baxımından, imkanlar baxımından, texnologiyaları baxımından İranın bütün, bayaq Əhməd bəy də haqlı olaraq qeyd elədi, hava hücumundan müdafiə sistemini sıradan çıxarsalar da, İranın təyyarlərinin, uçaqlarının hərəkətinin qarşısını alsalar da, İranın raket mərkəzlərinə, raket qurğularına çox ciddi zərbələr vurulsa da, İranın müəyyən potensialı qalır ki, raketlərdən və dronlardan istifadə edərək atəş açırlar həm İsrailə, həm bölgədə Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına, həm də dediyimiz kimi bir sıra ölkələrin müxtəlif obyektlərinə atəş aça bilirlər. İran bunu nümayiş etdirir. Ancaq təbii ki, bu Amerika Birləşmiş Ştatlarının xüsusilə gücü ilə müqayisədə həlledici bir güc deyil, həlledici bir güc ola bilməz və bu atəşlər qətiyyən İsraili və Amerikanı hədəflərindən yayındırmır və onların hədəfləri də burada geniş bir ayrıca mövzudur. Qüvvədə qalmaqda davam edir, savaş davam edir və təəssüf ki, bu savaş bütün bölgəni bürüyür və çox qanlı, çox tələfata gətirib çıxaran, iqtisadiyyata dəhşətli zərbələrə gətirib çıxaran və neft-qaz sənayesinin fəaliyyətinə və neftin, qazın dünya çıxarılmasına ciddi problemlərə gətirib çıxaran bir prosesə çevrilir. Xüsusən Hörmüz boğazı ilə bağlı vəziyyəti bilirsiniz. İndi digər bir boğazı, Bab-əl-Məndəb deyilən boğazı da Husilərin vasitəsilə zərbə altına salmaq, bağlamaq versiyası səslənir. Bütün bunlar təbii ki, dünya iqtisadiyyatına öz təsirini göstərir
çok büyük bir bölgəni və dünyanın önemli bir hissəsini əhatə edən bir hadisədir. Əslində qalsa bu Amerika Birləşmiş Ştatları ilə İran arasında yəqin ki bütün tarix boyu ən böyük bir müharibədir və əvvəlki müharibələrin heç biri ilə müqayisə oluna bilməz. Bu həlledici müharibədir və görünən doğru ki Amerika Birləşmiş Ştatları da İsrail də İrandakı hədəflərinə çatmayınca dayanma fikrində deyirlər. Təşəkkür edirəm. Musa bəy, təşəkkür edirəm. Siz özünüz də işarə elədiniz ki, demək hədəflər Amerikanın və İsrailin hədəfləri. İstəyirəm bu hədəflər barəsində sözünüz də işarə elədiniz ki, bunlar fərqli ola bilir. Yəni belə bir fikir formalaşıb ki, bu məsələdə İran məsələsində Amerikanın və İsrailin qarşıya qoyduğu hədəflər bir-birindən kəskin olmasa da hər halda bir xeyli fərqlənir. Mühüm, əhəmiyyətli dərəcədə fərqlidir bir-birindən. Əgər Amerika İran rejimini devirib onun yerində belə fikirlər səsləndirilir ki, sözə baxan bir rejim formalaşdırmaq istəyirsə, İsrail tərəfinin hədəfləri ümumiyyətlə demək İran dövlətinin bir formasiya olaraq dağıdılması, parçalanması və onun yerini bir neçə, yəqin ki, belə fikirlər səsləndirilir. Bunlar fərqli hədəflərdir. Amerikanın və İsrailin hədəfləri. İstəyirdim bunlar barəsində sizin fikrinizi öyrənək. Nə dərəcədə, hansı məsələlərdə İsrail və Amerika eyni hədəfə xidmət eləyirlər, hansı məsələdə mövqelər fərqlənir? Bununla bağlı istəyirdim fikrinizi öyrənək. Bu çox maraqlı və kifayət qədər mürəkkəb bir sualdır. Çünki diqqət elədinizsə, bütün bu müddət ərzində müxtəlif jurnalistlərin, analitiklərin, hətta bəzən Amerika Birləşmiş Ştatlarının müttəfiqlərinin Vaşinqtona sual ünvanlamasına baxmayaraq ki, hədəfiniz nədir? Amerika Birləşmiş Ştatları birmənalı, aydın cavab vermir. Mən belə başa düşürəm ki, Amerika bu cavabı vermək istəmir. Çünki əgər cavab verilsə ki, bizim hədəfimiz filandır və müəyyən mərhələdə Amerika Birləşmiş Ştatları müharibəni dayandırmağa məcbur olsa ki, buna meyllər bəzən hiss olunur, Trump'ın açıqlamalarına diqqət etsəz, Amerika siyasi elitasındakı bəzən fikir müxtəlifliyinə diqqət etsəz, bunun əlamətləri görünür. Və müəyyən mərhələdə Amerika Birləşmiş Ştatları müharibəni dayandırsa, sual yaranacaqdır ki, hədəfə çatmadınız axı, niyə dayandırdınız? Ancaq Amerika Birləşmiş Ştatları hədəfi demədiyi üçün o sözü də demək o situasiyada çətin olacaq. Bu tipli məqamlar var və özünüz görürsünüz ki, bugünlərdə Amerika Birləşmiş Ştatlarının antiterror mərkəzinin rəhbəri istefa verdi vəzifəsindən və bildirdi ki, mən zamanında Trump'a dəstək verəndə, Trump'ın seçilməsi müdafiə edəndə bizim hədəfimiz buydu ki, Amerika Birləşmiş Ştatları müharibələrə qatılmayacaq. Ancaq Trump indi müharibəyə qatıldı. Yəni, bu özü Amerika ilə İsrail arasındakı müəyyən fərqlərdən xəbər verir. Burada bir məqama diqqət edək. Bu müharibənin əslində qalsa başlıca səbəbi İranın nüvə silahı əldə etmək istəməsi və buna yaxın olmasıdır. Və İran bu nüvə silahını əldə edəcəksə, bölgə üçün çox ciddi bir problemə çevriləcək. Yəni, Azərbaycan barədə ayrıca danışacaq, ancaq burada elə onu deyib keçək ki, bugünün özündə İran Azərbaycan üçün çox sayılı problemlər yaradır. Amma zaman-zaman bəzən Türkiyə, bəzən Qərb İranı Azərbaycana qarşı müəyyən addımlardan çəkindirir. Amma təsəvvür edin ki, İranın nüvə silahı var. Bu nüvə silahı olan İranı nə cür dayandıracaq Türkiyə və bölgə dövlətləri, Amerika Birləşmiş Ştatları olsun. Yəni, diqqət edin Şimali Koreya nümunəsinə. Kiçik bir dövlətdir, əhalisi çox böyük itkilərlə, çətinliklərlə, kasıbçılıqla yaşayır, dilənçilik həddində yaşayır. Amma nüvə silahları var, raketləri var, müəyyən silah növləri var. Və əvvəlki mərhələdə Şimali Koreya dünyaya meydan oxumasa da, ancaq özünü müdafiə etsə də, yəni bir növ nüvə silahını özünün toxunulmazlığına həsr eləmişdi və Amerika Birləşmiş Ştatları da başqa qüvvələr də çəkinirdilər ki, Şimali Koreyaya qarşı hər hansı bir addım atsaq, Şimali Koreya nüvə silahını istifadə edə bilər. Və Şimali Koreyada əsasən
Cənubi Koreya ilə rəqabət aparırdı. Cənubi Koreyanın hədəliydi ilkin mərhələlərdə. Biz son illərə diqqət edin, artıq Şimali Koreya Rusiyanın Ukraynaya qarşı savaşında bilavasitə iştirak edir. Rusiya həlledici dərəcədə silah-sursat göndərir, dronlar göndərir, raketlər göndərir və sonra da 10 minlərlə döyüşçünü Rusiyanın ixtiyarına verir ki, Rusiya həmin döyüşçülərdən Ukraynaya qarşı müharibədə istifadə edir. Yəni ki, Şimali Koreya o nüvə silahının hesabına burada söz sahiblərindən birinə çevrilib və Rusiyaya dəstək verir və Amerika Birləşmiş Ştatları da, digər qüvvələr də bunun qarşısını ala bilmirlər. İndi təsəvvür edin ki, İranın nüvə silahı var. İran Şimali Koreya kimi kiçik məqsədlərlə kifayətlənən bir dövlət olmuyor, bilirsiniz. Hər zaman qarşısına böyük hədəflər qoyub, bütün bölgəni nəzarətə götürməkdən danışır. Ona görə də İranın nüvə silahı əldə etmək təhlükəsi Amerika Birləşmiş Ştatları üçün də ciddi bir çağırışdır, problemdir. Amma xüsusən də bölgə ölkələri üçün. Mən Azərbaycanı dedim, amma yəqin ki, ən çox çəkinən ölkə İsraildir. Çünki İran hakimiyyəti, İran teokratik rejimi, molla rejimi dəfələrlə bəyan edib ki, İsrail dövləti məhv olmalıdır. İsrail də çəkinir bunu və ona görə də bunun qarşısını almağa çalışır. Yəni bu birinci hədəf hər halda Amerikanın da, İsrailin də İranın nüvə proqramını dayandırmaq, İranın nüvə silahı əldə etmək imkanlarının aradan qaldırılmasıdır. Bununla bərabər İranın raket sənayesi xeyli inkişaf edib və haqqında danışdıq bir qədər əvvəl. Raket atəşləri, dron silahları və s. bölgə üçün də təhlükə yaradır və Rusiyanın Ukraynaya qarşı savaşında da həlledici dərəcədə İranın o şahid deyilən dronları və digər dronları iştirak edir. Həm də ki, İsrail İranın bu hərbi qüvvəsini məhdudlaşdırmağa çalışır. Digər tərəfdən İranın bölgədə ciddi proksi deyilən qüvvələri var. Hamas var, Hezbollah var, Husi var və digər qüvvələr var ki, bu qüvvələri İran ideoloji cəhətdən yetişdirir, hərbi cəhətdən təmin edir, maddi cəhətdən təmin edir və idarə edir müəyyən mərhələlərdə və bu da bölgə ölkələri üçün də ciddi problemə çevrilir zaman-zaman. Yəni, ABŞ-ın da, İsrailin də hədəfləri bundan ibarətdir. Bu, üst-üstə düşən hədəflərdir. Üst-üstə düşməyən hədəflərə gəldikdə siz özünüz doğru qeyd edərsiniz. Amerika Birləşmiş Ştatlarının əsas hədəfi dilə gətirməsələr də ondan ibarətdir ki, İranda elə bir hakimiyyət formalaşsın ki, həmin hakimiyyət Amerika Birləşmiş Ştatlarına problem yaratmasın. Təhlükəsizlik baxımından problem yaratmasın və neft-qaz istehsalı və ixracı məsələsində də Amerika Birləşmiş Ştatları ilə və digər qərb dövlətləri ilə paralel bir növ qaydada fəaliyyət göstərsin. Washington istədiyi budur. İsrailin yanaşmasında fərqlər var. İsrailin bir tərəfdən bunu biz hesab edə bilərik ki, haqlı bir narahatlıqdır. Öz təhlükəsizliyindən, özünün mövcudiyyətindən narahatlığı var. Bunları başa düşürük. Ancaq eyni zamanda İsrail bölgədə həlledici qüvvəyə çevirmək istəyir. Bölgədə öz gücünü, nəzarətini artırmağa çalışır və İranda bir xaosun olması da, şu anda idarə olunan bir xaos olarsa, İsrail üçün bu da məqbul versiyalardan biridir. Ancaq Amerika Birləşmiş Ştatları İranda uzun müddətli xaos tərəfdarı deyil. Dediyim kimi, Amerika ilə normal münasibətləri olan, Amerikaya layal münasibət bəsləyən bir hakimiyyətin formalaşmasını istəyir. Bu tipli məqamlar var. Bunu çox qısaca tezlərlə izah eləməyə çalışıram. Sizlər də bunu bilirsiniz, mütəxəssislər də bunu bilir və diqqətli müşahidəçilər də düşünürəm ki, bu məqamlardan xəbərdardırlar. Təşəkkür edirəm. Təşəkkür edirəm Musa bəy. Siz özünüz də qeyd elədiniz. Trumpın hakimiyyətə gəlmədən öncə Amerika cəmiyyətinə verdiyi mesaj və verdiyi vədlərdən biri o bu idi ki,